Salam uşaqlar, axşamınız xeyir. Bugün Koderadan mətn informasiyasının kodlaşdırılmasındakı suallara baxırıq. Təkrar sualları işləməyəcəyik, amma eyni tipdə olan sualları daha doğrusu işləməyəcəyik. Baxaq birinci suala. Aşağıdakı məlumatda verilmiş və baytlarla kodlaşdırılmış müxtəlif simvolların sayını deyir. Bir baytımız 8 bit olduğuna görə, bizdən də müxtəlif simvolları soruşduğuna görə 8 bölürük. 2, 4, 6, 8. Aha, 8 böldük. Simvol olaraq məsələn bura A yazırıq. Baxıram. Buradakı ilə, yəni ardıcıllıqla birincidəki ardıcıllıq eynidir. Xeyr, burada 0 bitir, burada 1 Ona görə bura B yazıram. Buradakı ardıcılığa baxıram. 0 başlayır, 0 da bitir. Eynən A'dakı kimi. Yenə A yazıram. Yəni eyni bir simvoldur. Sonra bu tam fərqlidir C yazıram. Eynən bu simvolda fərqlidir. Çünki burada 0 başlayır. Son eyni ola bilər. Sona oxşada bilərsiniz. Amma baxın burada 1 başlayır, burada 0 Burada D yazıram. Bizdən eyni simvol soruşsaydı, görürsünüz 2 dənə A var. Deyərdi ki, 2 dənə eyni simvol var. Müxtəlif simvol soruşduğuna görə A, B, C, D. 4 dənə müxtəlif simvol var. Yenə baxın, eyni tipdədir. Simvolların sayını deyir və burada da eyni simvollar deyir. Bax, yuxarıda birinci sualda dediyim kimi eyni simvollar deyirsə 2 dənə götürür, çünki 2 dənə A var. Müxtəlif simvollar deyirsə 4 dənə A, B, C, D. Üçüncü suala baxaq. Aşağıdakı məlumatlarda yarım bayt. Uşaqlar, bir bayt 8 bit olaraq götürdük və 8 böldük. Yarım bayt deyirsə 4 bölürük. Yadınızda saxlayın. 4 bölürük. Məsələn, 64 simvollu deyirsə, 64 2 üstə 6 deməkdir. Yəni burada da nə edirik? 6 bölürük. Yəni bu bölmə eyni ardıcıllıqdır deyə sadəcə deyirəm. Yarım bayt deyirsə 4 bölürük, 64 simvollu deyirsə 6 bölürük və burada da nə edir? Yenə müxtəlif simvol, eyni simvol. Görürsünüz, müxtəlif simvol desə, yenə deyirəm A, B, C, D kimi, eyni simvol desə 2 dənə A kimi götürə bilərsiniz. 64 simvollu təkrarlanmayan simvolların sayı deyirsə, yenə də əslində müxtəlif və yaxud da ki, təkrarlanmayan eynidir. 7-ci suala baxaq. İnformatika ifadəsi ASCII əlifbasında kodlaşdırılarsa, onun informasiya həcmini tapın. Təkrar üçün deyək, ASCII simvolu var, əlifba simvolu var, Unicode əlifba simvolu var. ASCII-də bir simvolumuz 1 baytdır, Unicode-da bir simvolumuz 2 baytdır. İnformatika sözü 11 hərfdir və ASCII-də də 11 baytdır. Baxın, cavabda 11 bayt yoxdur. Götürüb 11 bit götürənlər olur, səhv ola bilməz. 11 bayt yoxdursa bitə çevirin. Yəni 11-i vurun 8-ə, 88 bit. İnformasiya prosesi ifadəsi. Yenə ASCII-də götürük və uşaqlar yadınızda saxlayın. Boşluq, hər hansısa dırnaq içərisində verilən hər hansısa simvollar, boşluq da özü ümumilikdə simvol sayı sayılır. Məsələn, informasiya prosesi. İnformasiya 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19 bayt. Elə cavabda da 19 bayt var. Asya əlifbasında kodlaşdırılmış kilobayt ifadəsi neçə bitdir? Yəni götürüb burada 2, 4, 6, 8. 8 götürməyin, bit deyir. 8-ə 8-ə vurub 64 bit olaraq götürəsiniz. Unicode əlifbasında deyir 8 idi. Unicode-da 2-yə vururuq 16 bayt və bit olaraq soruşursa 16-nı da vursaq 8-ə bu elə 128 eləyəcək. Yenə eyni tipdə sualdır. 11-ci sinifdə Unicode, 11-ci sualda daha doğrusu insan kimləri Unicode istəyir. Baxmamıza ehtiyac yoxdur. Fərqli tiplərə baxaq. Baxaq 12-ci suala. 5 səhifəlik məlumatların informasiya həcmi verilibdir. ASCII əlifbasında kodlaşdırılan mətni informasiyanın hər hansı səhifəsi, hər səhifəsində 15 sətir. Olarsa bu sualları götürək. Həll edək. Aşağıdakını götürək. Aha, baxaq 12-ci suala. Ümumiyyətlə, düsturu deyirəm. Birinci düsturu deyək, düsturu yadımıza saxlayaq. Kitabın, hər hansısa bir kitabın hecmini tapmaq üçün səhifə, vur sətir, vur simvol. Simvolda baytına gedir. Bərabərdir həcmə.
İndi bizdə nə deyir? Səhifə var. 5 səhifədir. 15 sətirdir. Simvolumuzu bilmirik. X simvoldur. Yəni x baytdır. Bərabərdir 8775 bayta. Bu düstura əsasən də cavabımızı tapırıq. X bərabərdir 8775 bölək 5 vuraq 15. Buradan da cavab, yəni həll edib tapsaq cavabımız 117-dir. Yəni əsas düsturu yadınıza saxlayın. Səhifə vur, sətir vur, simvol bərabərdir həcm və yerinə qoymaqla da cavabı alırıq. Məsələn 13-cü suala baxaq. Səhifə verib. 25 daha doğrusu sətir də verib elə. Sətir vuraq səhifə. Hər səhifədə də 60 dənə simvol var. Baxın, sadə. Və həcmi də soruşur. Baytla da verə bilər, kilobaytla da verə bilər. Biz baytla tapaq. Əgər baytla yoxdursa, kilobayta çevirərik. Demək 75, 75-i də vursaq, 60-a 4500 bayt edir cavab. Yəni, heç kilobayta falan çevirməyə ehtiyacımız yoxdur. 4500 bayt edir. Deyir ki, mətni informasiya ASCII əlifbası ilə kodlaşdırılır və həcmi 120 baytdır. ASCII-də dedik bir simvolumuz neçə baytdır? 1 baytdır. Əgər cavabda həcm deyir 120 baytdırsa, demək neçə dənə simvol olar? Bir simvolumuz 1 baytdırsa, elə 120 dənə də 120 baytdır da, belə deyək də. Daha doğrusu 120 dənə də simvolumuz var. 15-ci sualda. Eyni tipdədir. Məsəl üçün 14-cü suala uyğun olaraq deyir ki, mətnin informasiya ASCII əlifbası ilə kodlaşdırılır və həcmi 80 bitdir. Mətn neçə simvoldan ibarət ola bilər? Birinci biti bayta çevirməliyik. Çünki ASCII-də olsa, Unicode da fərqi yoxdur. Bayta çevirək ki, simvolumuzun sayını bilək. 80 bitdir. 8-ə bölürük. Eləyir 10. Demək neçə simvoldur? 10 simvoldur. Sonra mətn informasiya ASCII əlifbası ilə kodlaşdırıb 128-dir, yenə 128-dirsə, əgər 128 dənə simvol varsa, 128 bayt edir. Sadə suallar tipindəndir. Baxaq. Bu iki suala 17-18-ə baxaq. 20 dənə suala baxaq bu gün hələlik uşaqlar. Baxın. Səhifə verib, sətir verib, daha doğrusu simvol verib, sətir də verib. Görürsən, Unicode-la verib. Unicode-la veribsə, ümumiyyətlə, deyək düstur. Səhifə, vuraq sətir, vuraq simvol, baytla, bərabərdir həcmə. Amma Unicode deyirsə, Unicode-u mütləq ki, neyinirik? 2-yə vururuq. Çünki dedik ki, Unicode-da bir simvolumuz 2 baytdır. Demək, 32 sətirdir. 256 simvoludur. 1024 hətta səhifədir və Unicode-la verildiyinə görə belə deyək də 2-yə vururuq və bizdən də kilobaytla istəyir. Əgər buradsa baytsa, yuxarı hissəmiz baytsa, kilobayta çevirmək üçün 210-a bölürük. Elə 210-dan 210, yəni 24 210 deməkdir. İxtisar gedir. 205, 208, 213, 2-yə də vuranda 214. Cavabımız olur A variantı. 214. Sadə bir məsələ. Baxaq 18-ci suala, fərqli sualdır. Deyir ki, ASCII əlifbası ilə kodlaşdırılmış 2 dənə səhifə var. Bax, birinci səhifəmiz, ikinci səhifəmiz. Ümumilikdə 258 baytdır. Birinci səhifədəki informasiya həcmi ikincidən 2 dəfə çoxdur. Yəni, bura x-sə, bura 2x-dir. Tapaq, görək. 3x bərabərdir 256, x də bərabərdir 80, 258-dir bu. Aha, 3x də bərabərdir 86. Bizdə də deyir ki, birinci səhifəni tap. 86 tapdıq. 86 bu ikinci səhifədir. 2x-i götürməliyik biz. Yəni 172 dənə simvol var. Birinci səhifədə 172 simvol var. İkincidə 86 simvol var. Sonra baxaq növbəti suala 20-yə qədər. 19, 20. Demək, müəssisənin işləri haqqında ümumi məlumat 16 GB-dır. Baxın, həcm verilib, səhifə verilib, sətir verilib, simvol verilib. Neçə dənə deyir əməkdaşı var? Baxaq uşaqlar, sizə çətin gəlirsə bu tiplərə baxaq. Aha, baxaq. Ümumi həcmimiz deyir nə qədərdir? Ümumi həcm 16 megabayt. Yazıram. Sonra 8 səhifə var, 32 sətir var, 64 simvol var və bizə deyir ki, ümumi neçə işçi var. Yəni, bu neçə işçi haqqındadır. Məsələn, işçini bilmirik də x-dir. Amma ümumi məlumatımız 16 megabaytdır. Və buradan da başlayırıq tapmağa. Bu hissə baytdır. Belə, x bərabərdir
16 vuraq 2 üstü 20. Çünki bayta çevirməliyik hər iki tərəfi. Bölək. 8 vur 32 vur 64. Bunu 2-nin qüvvətləri şəklində yazsaq daha rahat olar. Yuxarı yazıram 2 üstü 24. Aşağıda 11, 2 üstü 2 üstü 14. İxtisar gedir 2 üstü 10 qalır. Yəni 1024 dənə işçi var. 1024 dənə işçimiz var. Sonra 20-ci sualda nə deyir? Aha, baxaq 20-ci suala. Bir mətn informasiyasının həcmi. Yenə həcm verib 320 kilobayt. Veribdir. Səhifə, demək, sətir də verib, simvol da verib. Səhifəni tap. X səhifə bilmirik. Vuraq 64 simvol, yəni 64 bayt. Vuraq 32 sətir. Yenə X bərabərdir. Bir tərəf bayt, bir tərəf kilobayt ola bilməz. Yəni 320 vur 210 bayta çevirin. Bölək. 64 2 üstü 6'da 32 2 üstü 5'dir. Yəni 2 üstü 11. İxtisar gedir 2 qalır. 320'ni də 2'yə böləndə 160 qalır. 160 dənə səhifə var ümumilikdə. Sonra növbəti də burada da eyni tipdir. 21-ci suala baxmırıq. Çünki eyni tipdədir. Bunu özünüz işləyəsiniz. 22-də nə deyir? Əlifbanın gücü deyir. Hə, 22-ci sualı da izah edeyim. Çünki əlifbanın gücü də fərqli bir düsturdur. Ümumilikdə uşaqlar, əlifbanın gücü deyəndə nə nəzərdə tutulur? Yadınızda saxlayın. Əlifbanın gücü deyirsə, əlifbadakı, hər hansısa ki, bir kitabdakı belə deyək də, ümumilikdə simvolların hamısının sayını nəzərdə tutulur. Və əlifbanın gücü düsturu belədir. Simvol vur x bit bərabərdir həcm. Bu əlifbanın gücü düsturudur. Bizdə baxın, həcm verilir, simvol da verilir. Və biz burada x-i tapıb 2-nin qüvvəti şəklində göstərməliyik gücü tapırıqsa, yəni ümumi simvol sayını tapırıq. Demək belə, simvolumuz verib 4096. Vuraq x bit, çünki əlifbanın gücünü tapıb, bərabərdir 2,5 kilobayt. X bərabərdir 2,5 vur 210 böl 4096 da 2 üstü 12 deməkdir. 2 üstü 12. Bitə çeviririk. Bitə çeviririk. Bura 2 üstü 13 yazmalıyıq uşaqlar. 2 üstü 13. Demək belə. İxtisar gedir. Burada qalır 2. 2 qalır. 2-ni vuranda 2,5-ə eləyir 5. Biz x-i tapdıq 5. Yəni, amma ümumilikdə əlifbanın gücü deyirsə 2 üstü 5 nəzərdə tutulur. Yəni, cavab olur 32. Cavabımız 32 olur. Ardını uşaqlar davam edəcəyik növbəti dərsimizdə.